Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün 12 oktyabr tarixində OTK-nın keçirmiş olduğu 9-cu siniflər üçün olan sınağın izahına baxırıq. Birinci sual. Ancaq əşya adı bildirən sözlərdən ibarət cümlədir. Yəni qısaca sizə deyir ki, ancaq isimləri seç. Tükənməz, mazməz nədir? Sifətin şəkilçisidir, feili sifətin yox. Böyük sifətdir. Susmaq məstərdir, feildir. Çıxdıq, dəhşətli sifətdir. Səbir, ağıl, xəzinə hər üçü isimdir və əşya adı bildirən sözdür. Birinci sualda cavabımız A variantı. 2. Nöqtələrin yerinə hansı söz əlavə olunsa nümunə məcazi məna olar. Ürək döyünmək, həqiqi. Ürək sağlam, həqiqi. Ürək müayinə, həqiqi. Ürək soldurub, həqiqi. Ürəyə getmək. Yəni bayılmaq məcazi mənada işlənmiş oldu. İkinci sualda cavab B variantı. Yerinə görə hansı sözləri mənsubiyyət və hal şəkli isim hesab etmək olar? Nə etmək olar? İsim. Suala baxmadan 3'ü çıxart. 3'ü çıxart, 3'ü çıxart, 3'ü çıxart. Sənə 2 variant qoyub əslində 3-cü sualda. 5 variant yox. Çünki isim deyir. Oxumaq nədir? Məstər. Məstər nədir? Feil. Biz ancaq baxırıq C ilə deyə. Vətənin, sənin vətənin deyərəmsə, olacaq mənsubiyyət. Vətənin torpağı deyərəmsə, olacaq yəlikal. Onun vətəni deyərəmsə, olacaq mənsubiyyət. Vətəni sevir desəm, olacaq təsirlikal. Onun çaydanı desəm, mənsubiyyət. Çaydanı gətir, olacaq təsirlikal. 1, 2 və 4. Cavabımız oldu 3-cü sualda C variantı. 4. Homonim kimi işlənmir. Qazlı işlənmir, düzdür. Aş işlənir, biri çıxdıq. Biri çıxdıq, biri çıxdıq. Görüş işlənir, 4'ü çıxdıq. Gəlir, bir fayda mənasında, bir də gəlir zaman. Başlanğıc forma fərqli olur deyə, homonim deyil, süzmədə eyni qaydada. Başlanğıc forma fərqli olur deyə, bir isim kimi, bir də inkarda işlənir, başlanğıc forma fərqlənir deyə, homonim hesab olunmur. Homonimlik üçün əsas şərt nədir? Başlanğıc formanın eyniliyi. Tamamlaya bilən deyir, işlənməyən sözlər 2 və 3. 4-cü sualda cavabımız E variantıdır. 5. Hal şəkilsi qəbul etmiş hansı sözlər isim deyil? İgid sifətdir, qoca sifətdir. Və hər ikisi hal qəbul edib çıxışlı qal. Bu nə? Yerlik al. 2 və 3. Cavab nədir? C variantı. 5-ci sualda cavabımız C variantıdır. 6-cı sual. Qalan saatlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözlərin. Saatlar. Burada tələffüzə baxarsınız. Saatlar necə tələffüz olunur? Anın biri düşür, digəri uzun tələffüz olunur. Saatlar. 2 dənə qalın saatimiz var və 2 dənə kar var. Sıynantı. Deməli bir cavablardır. Armudluq sözü. Armudluq şəklində tələffüz olunur. Deməli 3 dənə qalın saat var, amma 2 dənə nə var? Kar var. Bu ödəmədir. Ona görə 2-ni çıxardırıq. 1 də olmalıdır. Çox güman ki 1, 3, 4 olacaq cavabımız. Baxaq. Palıtlıq sözündə tələffüz olunacaq. Palıttıya keçir. Dıq. Bu şəkildə neçə dənə qalın var? 3 dənə qalın. Neçə dənə kar var? 1, 2, 3. 3 dənə kar var. 1, 3 ödədi. Sapsarı 1, 2, 3 dənə qalın var. S, P, S. Bunlar da kardır. 1, 3, 4 cavabımızdır. 5-də isə 3 dənə qalın var. 2 dənə kar var. S ilə 2. Ona görə 5-də ödəməz. 1, 3, 4. 6-cı suala cavabımız B variantı. Hecalara ayrıla bilən, ancaq sətirdən keçirilə bilməyən sözlər bu hansı sözlərdir? Təbii ki, o hecaya ayrılarkən bir saytdan ayrılan sözlərdir. O da burada olacaq. D olar da. Elan hecaya belə ayrılır. Olur, olur, əhəng. Bax, hecaya bunlar belə ayrıldı. Elan, olur, əhəng. Görürsünüz, hecaya ayrılanda bir sayt qalır. Amma bu saytları sətirdən sətə keçirə bilmərik. Ona görə 7-ci sualda cavabımız D variantıdır. 8. Cümlələrdə altına seçilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Müdafiə, hücum. Burada altına seçilmiş söz budur. Müdafiə, hücum nədir? Bir-birinə hücum etmək, bir də müdafiə olmaq. Antonim sözlərdir. Deməli, birə gedəcək A variantı. Bir də bir-birlə sinonim olmalıdır. Əksəriyyət az. Əksəriyyət isimdir, az saydır. Onun üçün bu heç nə ola bilməz. B olan variantı ümumiyyətlə çıxın. Çünki bilirik ki, sinonimlər, antonimlər nitqisi eyni olmalıdır. B olan variantı çıxsa elə. Eləcə B olan variantı çıxan kimi cavabımız qalır da. Və görürsünüz nə qədər sadədir. 1. A, antonim, bir də Y. Sərt, yumuşaq. Hər ikisi sifətdir. 2-yə də D. Sinonim sözlər qorumaq, müdafiə etmək. 8-ci suala cavabımız oldu D variantı. 9. Hansı bətdəki sözlərin sonuncu ecası ancaq saitdən ibarətdir? Daimi, qala. Bax, daimi burada da sait samitdir, qala sait samitdir, daşlı sait samitdir, bədi ancaq saitdən ibarətdir. Çünki bədi, yox, bədi də belə bölünür də hecaya. Bədi, bax bu şəkildə. Bədi.
Bəli, bu şəkildə bölünür hecaya. Ancaq saytdan ibarətdir. Amma səthi sözündə səthi burada sait samitdən ibarət olmaz. Deməli, mənbə, mənbə sait samitdən ibarət olmaz. Olacaq ibtidai, axırda hecada qalır. Əmtəə, axırda bir dənə ancaq sait qalır deyə 9-cu sualda cavabımız B variantıdır. 10. Hansı sözün mənasını izahı səhv verilib, redaktə etmək hansı mətni yoxlamaq düzdür. Fövqəladə adi sıradan deyil, əksinə qeyri-adi deməkdir. Adi sıradan hadisə deyil. Passivizm hər cür müharibənin incələn siyasi cərəyan düzdür. Ümman böyük dənizdən ya okean düzdür. Vüsət genişlik doğrudur. 10-cu sualda cavabımız B variantıdır. Yəni adi sıradan deyil, 10-cu sualda cavab B variantıdır. Belə. Mətn suallarında izahını çəkib atacağım. Sağ olun, salamat qalın.